Əvadı ilə və həmçinin aparatlar vasitəsilə və sonra Allahın köməkliyi ilə sizin xəstəlikləriniz, xüsusən cinsi zəiflik, sonsuzluq və daxili xəstəlikləriniz hamısı bir yerdə Laçın Tibb Mərkəzində həll ola bilər. Xoş gördük əziz tamaşaçılarımız. Sağlıqlanın bu saat olan buraxılışında epilepsiya, baş ağrıları və baş gicəlləmələri haqqında danışacağıq. Studiyamızın qonaqları isə Mərkəzi Klinikanın nevropatoloqları Nərmin Rızavə və Lalə Əliyevadılar. Xoş gəlmişsiniz studiyamıza. Lalə xanım, ilk sualım sizə olacaq. Epilepsiya nədir və həmən ikinci sualım yaranma səbəbləri nədir? Buyurun. Xoş gördük. Epilepsiya xəstəliyi xroniki, provokasiya olunmamış tutmalarla gedən bir tablonu əks elətdirir. Epilepsiya xəstəliyi çox qədim zamanlardan məlum olan bir xəstəlikdir. Ümumiyyətlə, epilepsiya deyəndə simptomatik və səbəbi bilinməyən epilepsiyalar ayırd eləmək mümkündür. İdiopatik epilepsiyalar deyəndə adətən əksər hallarda genetik epilepsiyalar nəzərdə tutulur. Yəni, ailəsəl faktor burada önəmli yer tutur. Simptomatik epilepsiyalar isə hər hansı mərkəzi sinir sistemi xəstəliyi, beyin infeksiyaları, beyin damar xəstəlikləri, kəllə-beyin travmaları səbəbindən yaranan epilepsiyaları nəzərdə tutur. Bir də kriptogen epilepsiyalar deyə bir qrup ayırd eləmək mümkündür. Bu hallarda xəstələrin həm nevroloji müayinəsində bir defisit olur, həm də ümumi davranışsal dəyişikliklər olur. Amma altda yatan səbəbi tam olaraq aydın eləmək mümkün olmur. Məsələn, Lennox-Gastaut sindromu deyə bir epilepsiya forması var. Bunu kriptogen epilepsiyalara aid eləmək mümkündür. Tam olaraq yaranma səbəbi məlum deyil. O ki, qaldı epilepsiyanın səbəblərinə dediyim kimi, hər bir halda bu xəstəliyin səbəbi aydın olmur. Simptomatik olduğu halda biz onun səbəbini aşkar eləyə bilirik, amma hər bir halda yox. Yəni, səbəblər tam dəqiq, yəni genetik də ola bilər, başqa faktorlardan da irəli gələ bilər və maraqlıdır, klinik əlamətlər, yəni tam dəqiq necə olmalıdır ki, artıq evdəkilər belə deyək, yəni xəstənin yaxınları bilsin ki, bu epilepsiyadır. Bilirsiniz, epilepsiya xəstəliyi həddindən çox müxtəlif formada tutmalarla gedən bir xəstəlikdir. Yəni, tutmaların növləri çox fərqlidir. El arasında daha çox bilinən forması generalizə klonik-tonik tutmalardır. Yəni, əldə və ayaqda qıcı olma, huşun itirilməsi ilə gedən tutmalar. Yəni, insanlar tərəfindən epilepsiya tutmalarının bu forması daha çox bilinir. Amma epilepsiyaların mioklonik tutmalarla gedən, yəni başqa cür fokal tutmalarla gedən həddən artıq tutma formaları var. Yəni, bəzi hallarda absans dediyimiz tutma formaları var ki, bunu sadəcə diqqətli nəzərlərlə tutma olduğunu aşkar eləmək mümkün olur. Məsələn, anidən insan danışdığı yerdə qəflətən 1-2 saniyə çəkən donmalar ola bilər, əlindəki nəyisə sala bilər, ani yıxılma ola bilər, ani baş gicəllənmə ola bilər, qəfildən əldə, ayaqda sıçramalar ola bilər, qəfildən atmalar, bunlara mioklonik tutmalar deyirik. Yəni, çeşidləri həddən artıq müxtəlifdir. Yəni, sadəcə olaraq insan bayıla bilər, heç bir qıc olmasız, filansız. Yəni, hər bir halda, yəni bu saydığım bütün hallarda diferensiyasiya aparılması mütləqdir. Demək, simptomlar bax budur və maraqlıdır. Müayinəsi necə aparılmalıdır və yaş, yəni hansı yaşda daha çox rast gəlinir bu? Deməli, epilepsiya xəstəliyinin ən çox rast gəldiyi 2 yaş dövrü var. Həyatımızın ilk ili və 60 yaş sonrasıdır.
Ümumiyyətlə epilepsiya xəstəliyi uşaqlıq və erkən, yəni gənclik dövrlərində ən çox, yaşlı dövrlərdə isə beyin qan dövranı xəstəliklərindən sonra ən çox rast gəlinən nevroloji xəstəlikdir. Epilepsiya xəstəliyinin ümumiyyətlə, yəni toplumdan topluma fərqlidir rast gəlmə tezliyi, amma yəni ortalama götürsək 25-50/100 min civarındadır. Daha dəqiq desək 4.000 hər 1000 nəfərdən 4-10 nəfərinə bu xəstəlik düşür. Ümumiyyətlə isə hər bir insan ömründə yəni 3% ehtimal var epilepsiya xəstəliyinə tutulmaq ehtimalı. Yəni həyatımızın hər bir dövründə bu xəstəliyi keçirə bilərik. Yəni hər bir insan kəllə-beyin travması keçirdə bilər, yəni qəza baş verə bilər, beyin qan dövranı pozğunluqlarından sonra, beyin əməliyyatlarından sonra, yəni epilepsiya xəstəliyinin rast gəlmə tezliyi çox yüksək olur. Bəli. Və müayinəsi, yəni necə aparılmalıdır? Əsas yəni budur. Epilepsiya xəstəliyinin diaqnostikası ilk növbədə anamnezdən başlanır. Yəni xəstədən çox diqqətli, ətraflı anamnez toplanmalıdır. Xəstənin tutma keçirdiyini görən bir yaxını tərəfindən ətraflı məlumat verilməlidir və çox yaxşı olar ki, biz həmişə xəstələrimizə bildiririk ki, bu tutmanı kənardan görənlər ən primitiv halda telefonun kamerası ilə qeydə alsınlar və bunu həkimə göstərsinlər. Çünki həkim onu diferensiyasiya eləməlidir. Ola bilər ki, bəzi hallarda isterik tutmaları belə epileptik tutma kimi qələmə vermək yəni, mümkün olur. Ona görə də həkim bunun diferensiyasiyası üçün ən yaxşısı öz gözü ilə görməsidir bunu. Yəni, ilk növbədə anamnez, ikincisi epilepsiya xəstəliyinin diaqnostikasında ən böyük rolu olan elektroensefalografiyadır. Elektroensefalografiya beynin funksional fəaliyyətinin öyrənilməsinə əsaslanan müayinə üsuludur. İlk tutma keçirən xəstələrdə sadəcə 50%-ində elektroensefalografiya ilə biz nəsə aşkarlaya bilirik patologiya, amma təkrarlanan müayinələrdə bu faiz 80-90-a qədər yüksəlir. Və beyin tomoqrafiyalar, maqnit rezonans tomoqrafiyanın burada çox böyük rolu var. Dediyim kimi, əgər simptomatik epilepsiyadırsa, beyində hansısa bir patoloji proses nəticəsində ortaya çıxıbsa, maqnit rezonans tomoqrafiya ilə bunu ortaya qoymaq mümkündür. Daha belə dəqiq müayinə üsulları var, SPECT-dir, PET-dir, yəni pozitron emisyon tomoqrafiya. Bu bizim ölkəmizdə yoxdur bu müayinə üsulları. Həm maddi cəhətdən çox baha başa gələn müayinə üsullarıdır. Yəni, amma daha belə genişləndirilmiş formada bu cür müayinə üsullarından da istifadə eləmək mümkündür. Aha, çox gözəl və Lalə xanım, biz bu mövzuya yenidən toxunacağıq, müalicəsi haqqında danışacağıq. Ancaq mən indi Nərmin xanıma sual vermək istəyirəm. Nərmin xanım, baş ağrıları, baş gicəllənmələri demək olar ki, hər bir kəsdə aktualdır və heç elə bir kəs yoxdur ki, deməsin ki, mənim baş ağrım olmayıb ya baş gicəllənmə olmayıb. Səbəblər nədir? Maraqlıdır. Baş ağrıları dediyiniz kimi hər bir insan ömründə bir dəfə də olsa baş ağrısından əziyyət çəkib. Ona görə bu baş ağrılarını ayırd etməliyik ki, bu baş ağrı nə cür bir baş ağrıdır? Çünki çox çeşidlərimiz var, baş ağrı çeşidlərimiz. Baş ağrıları iki böyük bir qrupa ayrılır. Primer baş ağrısı, sekundar baş ağrısı. Primer, yəni ilkin olan bir baş ağrısı. Sekundar isə hansısa bir metabolik prosesdən əmələ gələn ikincili bir baş ağrısı. Primer baş ağrılarımız nədir? Primer baş ağrılarımız tanıdığımız, yəqin hamı adını bilir, migren baş ağrısı. Migren baş ağrısı da özü ayrılır. Auralı migren deyirik, aurasız migren. Onu açıqlayacağıq biraz sonra. İkincili kümə tipli baş ağrısı deyirik. Yəni bu trigeminal nevralgiya və s. ilə əlaqədar olan bir baş ağrıdır. Üçüncüsü gərilim tipli baş ağrısı. O da çox rast gəlinən bir baş ağrı növüdür. Sekundar baş ağrıları isə məsələn, hansısa bir metabolik prosesimiz var, xəstəliyimiz var, ondan ortaya çıxan bir baş ağrıdır. Bu, ola bilər B12 yetməməzliyindən, dəmir yetməməzliyindən, hansısa bir sinusit, məsələn, xəstə keçirdir, soyuq dəyməsi olubdur, alın nahiyəsində ağrılarımız var. Bunu yəni diferensiyasiya etməliyik ki, bu nə cür bir baş ağrıdır, hansı qrupa aiddir. Yaranma səbəbləri yenə də deyirəm, müxtəlif ola bilər. Ola bilər ki, genetik bir baş ağrı olsun. Migren baş ağrılarımız daha çox genetikdir. Bu ailədən gələndir. Ona görə çox ayrıntılı bir anamnez toplanmalıdır xəstədən.
ailəsində varmı, anasında mı, ana tərəfindən, xalasında mı, bibisində mi? Bunlar araşdırmalıdır. Bir ailəsəl bir faktor varmı, yoxmu? Daha çox genetik olur miqren xəstəliklərimiz. Gərilim tipli baş ağrıları daha çox bizim yaşam tərzimizə bağlı olan bir baş ağrılardır. Gərgin iş rejimi, bu dəqiqə çox adamlarda müşahidə olunur. Ondan əmələ gələn bir baş ağrıları. Sonra trigeminal nevralgiyada dediyimiz, məsələn, kümə tipli baş ağrısında ən çox göz nahiyəsində ağrılarımız olur. Alın, göz və başın bir hissəsini tutan deyən. Trigeminus siniri getdiyi sahədə yəni olan bir ağrılar olur. Onların da yəni müayinə və müalicə metodları fərqlidir. Bəli. Sekundar isə yenə də dedim, altda yatan nədən araşdırmalıdır? Yəni altda yatan bunun nə xəstəliyi var? Onu baxmalıyıq, onlara baxmalıyıq. Və maraqlıdır, baş ağrılarımız olanda müxtəlif dərman preparatlarından yəni istifadə edirik, xüsusi baş ağrı. Bu nə qədər yəni doğrudur? Hə. İlk tipini ayırd etdikdən sonra, müayinə etdikdən sonra müayinə metodlarımız da fərqlidir. Ondan ilk öncə danışaq. Anamnez topladıkdan sonra xəstədən keçirik instrumental metod dediklərimiz metoda. O da nədir? Nevrolojik müayinəsi bu xəstələrin demək olar çoxunda normal çıxır. Yəni kranial sinir alanı və s. refleksdir. Onlar normal çıxa bilər. Amma instrumental metodlarda məsələn daha çox nəyə əl atırıq? Lalə xanım dediyi kimi EEG-lər baş ağrılarda da çox vacib bir metoddur. Yəni o EEG-lərdə çox bir şey aşkar eləmək olar baş ağrılarda. İkincili, məsələn, xəstə gəlir deyir, mən ömrümdə bu ən şiddətli bir baş ağrı keçirdirəm. O bizim üçün bir siqnaldır. Onda mütləq xəstəni KT, kompüter tomoqrafiya və ya maqnit rezonanslı tomoqrafiyaya göndəririk ki, bu subarachnoidal qanama dediyimiz bir xəstəlik ola bilər. Yəni bu ömründə ən şiddətli baş ağrısı ilə gedən bir patologiyadır. Ona görə bizə instrumental metodlarda KT və ya MR köməklik edə bilər bunu aşkar etmək üçün. O ki, qaldı müalicəmizə və dərman preparatlarına yenə də fərqli. Məsələn, ən çox rast gəlinən miqren baş ağrımızda var iki növ müalicəmiz. Var akut dövr müalicəsi deyirik, kəskin dövrdə olan müalicə. İkincili profilaktik müalicə. Kəskin dövrdə olan müalicə nədir? Tez bir zamanda ağrını ortadan götürmək. Buna nəyə əl atırıq? Analgetiklərə, ağrı kəsicilərə, miqreni deyiriksə. Məsələn, kümə tipli baş ağrıda nəyə əl atırıq? Oksigenə. Oksigen maskası ən kömək faydalı olan bir metoddur, belə deyim, müalicə metodudur. Oksigen maskası üzr istəyirəm, bu azonoterapiya mı? Yox, azonoterapiya deyil. Yəni sulandırılmış oksigen maskası. O faydalı olur bu baş ağrılarında. İkincili nə edirik? Profilaktik müalicədə, yəni uzun müddətli 3-6 ay ərzində bir müalicə aparırıq ki, bu miqren ataklarının arasını azaltmaq üçün, belə deyək. Gələcəkdə də ortadan götürmək üçün tamamən. Buna çox qrup dərmanlar var. Onu xəstənin durumuna baxırıq, digər xəstəliklərinə baxırıq, yaşam tərzinə baxırıq. Ona görə müəyyən edirik ki, hansı qrup dərmanlara daha çox əl ataq. Belə deyək. Belə, Nərmin xanım, çox sağ olun, çox geniş informasiya verdiniz. Mən istəyirəm Lalə xanıma, bax bu müalicə ilə, epilepsiyanın müalicəsi ilə bağlı sual verim. Bu xəstəlikdən bir dəfəmlik, yəni müalicə olub, can qurtarmaq olurmu, ya necə? Bilirsiniz, bu sualın əslində cavabı çox genişdir. Yəni, epilepsiya xəstəliyini müalicə eləmək üçün ilk növbədə epilepsiya xəstəliyinin konkret hansı forması olduğunu, hansı və yaxud da sindrom olduğunu ilk növbədə ortaya qoymaq lazımdır. Dəqiq bunu bilmək lazımdır. Və hər tutma növünə uyğun epilepsiyanın hansı forması olduğuna görə müalicə verilməlidir. Çünki epilepsiyanın hər bir tutmasının müalicəsi fərdidir. O ki, qaldı epilepsiya xəstəliyindən bir dəfəlik can qurtarmaq olarmı? Məsələn, belə bir forması var. Uşaqlıq dövrünün sentrotemporal tikanlı epilepsiyası. Bu, adətən 4-10 yaş arasında uşaqlarda görülür və
yəni xoş xassiyəli epilepsiya sayılır. Tez-tez mi rast gəlinir ümumiyyətlə bax bu dediyiniz Yəni, bu növü? adətən uşaq nevropatoloqlarının praktikasında çox rast gəldikləri bir xəstəlikdir. Sadəcə olaraq biz 16 yaş üzəri xəstələrə baxırıq. Siz müraciət elədiyinizə görə ki, bir dəfəlik müalicə olunurmu? Sizə misal çəkirəm. Belə bir forması var ki, o 4-10 yaş arası və daha çox oğlan uşaqlarında rast gəlinir. Üzün bir yarısında, boğazda, dildə uyuşmalarla gedir. Nitqin tutulması da ola bilər və daha çox gecələr olur. Bunlar demək olar ayda bir dəfə, belə, yəni bir neçə ayda bir dəfə tutmaları olur. Fərdidir, yəni xəstənin durumuna görə dərman da verilməyə bilir bu xəstələrə və sizin dediyiniz kimi bu sağala bilir. Sağala bilir. Keçib gedə bilir. Amma sağalma xəstəliyin formasına bağlıdır. Simptomatik epilepsiyalarda, yəni sonradan qazanılma epilepsiyalarda, belə deyək, bunlarda adətən 2-3 il müddətinə dərman içir xəstələr. Məsələn, hər hansı bir xəstədə insult keçirdikdən sonra qıc olmaları başladı, beyindəki ocaqlı prosesə müvafiq və ona dərman başlandı, antiepileptik dərman müalicəsi başlandı. Bu xəstə 2-3 il müddətində bu dərmanı içir. Ondan sonra elektroensefalografiya eləyirik. Sözsüz, əgər xəstənin tutmaları yoxdursa 2-3 il müddətində, elektroensefalografiyada da heç bir dəyişiklik, anomaliya aşkar eləmiriksə, dərmanı kəsirik. Ancaq belə bir şey deyim sizə ki, heç bir xəstədə antiepileptik dərmanı kəsdikdən sonra bir daha tutma olmayacağına dair 100% zəmanət yoxdur. Yəni, həyatının istənilən bir dövründə hər hansı bir provokasiyanın təsirindən yenidən xəstə tutma keçirə bilər. Yenə deyirəm, xəstəliyin müalicə olunması hansı forma olduğuna bağlıdır. Genetik formalar adətən müalicə olunmur. Yuvenil mioklonik epilepsiya dediyimiz çox-çox rast gəlinən bir qrup var. 8-15 yaş arası xəstələrdə çox rast gəlinir. Bu xəstəlik, bu forması epilepsiyanın müalicəyə çox yaxşı tabi olur. Yəni, bir dərmanla bunun korreksiya eləmək mümkündür, tutmalarını aradan götürmək mümkündür. Amma demək olar ki, 100% hallarda dərmanı kəsdikdən sonra yenə xəstələr tutma keçirilir. Yəni ki, bu tutmanın, epilepsiyanın növlərinə, formasına bağlıdır. Və Nərmin xanım, nə etmək lazımdır ki, baş ağrıları olması, ya olsa da çox az-az olsun, bəli? Yenə də bu baş ağrılarımız formuna bağlı, bu da bir sualdır. Yəni, hansı formdan asılı olaraq ona yönəlikdə müalicəsini aparırıq, yəni o yönə. Məsələn, nə etməliyik? Yenə də dərman preparatlarına müraciət etməliyik, o sözsüz. Amma yaşam tərzimizə də fikir verməliyik. Məsələn, miqrenli xəstələrdə, miqren tipli baş ağrılarında bu həyat tərzimizə çox həssasdır bu xəstəlik. Nədir? Hava şəraitidir, yeməmizdir, içməmizdir, yuxumuzdur, yuxusuz qalmağımızdır və ya çox yatmağımızdır. Məsələn, sırf bazar günü miqreni var. Niyə? İnsanlar 6 gün normal işə gedir, eyni saatda yatır, eyni saatda durur. Bazar günü biraz çox yatdığı üçün başlar ağrıyır. Gəlir ki, doktor, mənim bir tək bazar günü başım ağrıyır. Niyə? Belə açıqlayırıq ki, bu çox yatmağa bağlıdır. Məsələn, miqren onu da sevmir. Eyni saatda yatıb, mümkün qədər eyni saatda duracaq xəstələrimiz. Yaşam tərzimizə, yeməmizə, içməmizə fikir verəcəyik. İş rejimi də təsir göstərirmi? Əlbəttə təsir göstərir. Daha çox gərilim tipli baş ağrılarında iş rejimi çox böyük rol oynayır. Məsələn, gecə növbələri olur bəzi insanlarda, yuxusuz qalırlar, gedirlər, sonra səhər yatırlar, məsələn, yuxularını alırlar. Onlar çox böyük təsiri var. Ona görə bu mümkün qədər yaşamağımıza fikir verməliyik. Bir də естественно medikamentoz tərəfdən müalicə etməliyik ki, ataklarımızın arası uzasın biraz, daha şiddəti azalsın və profilaktik müalicə aldıqdan sonra bu tamamən də ortadan götürülə bilir. Elə bu sualı sizə verəcəkdim ki, müalicədən sonra tamamən aradan götürülə bilirmi? Yenə də tipindən asılıdır. Amma profilaktik müalicəmiz vaxtında getsə, düzgün bir müalicə getsə, o zaman aradan götürülə bilir. Belə, çox sağ olun, çox təşəkkür edirəm studiyamıza gəldiniz, çox maraqlı məlumatlar verdiniz, təşəkkürlər. Əziz tamaşaçılarımız, epilepsiya, baş ağrıları və baş gicəllənmələri haqqında danışdıq. Studiyamızın qonaqları isə Mərkəzi Klinikanın nevropatoloqları Nərmin Rzayeva və Lalə Əliyeva idi. Bax, belə əziz tamaşaçılarımız, bu saat olan buraxılışımız da bitdi. Sizinlə sabahadək sağollaşıram, sağ olun, sağlıqla qalın.